İlham bəy, burada bir tamaşaçının sualı var. İçində neft var deyə mən o sualı ünvanlayıram. Yazır ki, niyə deputatlar 9.000 manat maaş alır, 45 ilin neftçisi 692 manat pensiya alır? Ancaq belədir. Məncə daha çoxdur. Mən 9.000-i tamaşaçıdan birinci dəfə işləyirəm. Ancaq o ora 19.000 də yaza bilərdi. Ancaq ikinci bir tərəfdən hansı bir ölkədə deputat, nazir və yaxud ümumiyyətlə məmur az əmək haqqı almır. Yox, harda az almır. Türkiyədə az alırlar və bu 10.000 il bundan qabaq belə olub, 5.000 il bundan qabaq olub, Sovet zöməni belə olub. Heç birində belə olmur. Həmişə rəhbər və yaxud da ki, icra edici orqanlarda, rəhbərlikdə təmsil olunan insanlar çox alıbdır. İndi həmən insana düzdür, mən hansısa bir formada demək istəmirəm ki, biz öz qazancımızla ona qane olub oturmalıyıq belə. Ancaq bir məsələ də budur ki, cəmi cümlətəni 20 kvadrat metrlik bir mağazadır, bir dənə işçidir, biri də müdürdür. O işçi, o müdürə deyirmi ki, niyə mənə 600 manat maaş verirsən, özün 1500 və yaxud 2000 qazanırsan? Sırf belə bu formada. Amma müdür də işçisini düşünməlidir ki, ona elə əmək haqqı verilməlidir ki, o da ən azından o da. Əgər onun qazancı yoxdursa, o necə verə bilər? Məsələ bundadır da. Biz 30 il bundan qabaq İrandan gəlirdilər 100 dollarla. Bir həftə burada yeyirdilər, içirdilər, qalırdılar, öz işlərini görüb gedirdilər. 100 dollar bizim üçün bilirsinizmi nə idi? Çünki Azərbaycanda orta əmək haqqı əgər 10 şirvanla da o vaxt götürsə 20 manat idi. O 20 manat da heç bilmirəm dollarla nə qədər idi. İndi məsələ burasındadır ki, hər bir sahədə gərək qazanc olmalıdır ki, onu da verə biləsən. Bəli, o tamamilə ayrı bir mövzudur ki, o rəhbərlikdə olanlar və hətta orta rəhbərlikdə olanlar niyə bu qədər tez öz təminatlarını, ehtiyaclarını qarşılaya bilirlər, ancaq biz yox. Sadəcə orada fərq çoxdur. Məsələn, izləyici yazır ki, başqa nazirlər 15.000, nazir harda 15.000-dir? Rəhbərlik 20.000 alır. Hardan o qiymətləri hardan götürübsünüz? Nazir 15.000 yazır. Amma rəhbərlik ilə söhbət nazirlikdən gedir. İşçi arasında orada çox böyük fərq yaranır. Mən düşünürəm ki, məsələn, yazır ki, bilmirəm nə qədər dəqiq, ayına rəhbərlik 20.000 maaş alır. Kim? Ayına. Yerüstü Nəqliyyat Agentliyinə söhbət gedir hər halda. Yenə də deyim ki, hardan eşitdin? Qonşu dedi. Qonşular. Və yaxud da ki, kim dedi? TikTok'da dedilər. Ancaq indi mən belə bir şey deyim də. Amerika Birləşmiş Ştatları bütün dünya kapitalizm sistemində bir nömrəli belə deyim də ölkədir. O sürətdə keçən kapitalizmin ikinci bir şey yoxdur. Ancaq sual olunur. Bax ki, 1000 nəfər, 10.000 nəfər işçisi olan Ford zavodunun direktoru ilə Fordun orta əmək haqqı 10.000 dollar, 15.000 dollar alan arasında neçə 100.000 dəfə fərq var. Bu insanların yenə də əslində necə olmalıdır? Əslində necə olmalıdır? Yəni necə tənzimlənməlidir? Məsələn, söhbət dövlət məsələlərindən gedir. Özəl qurumlar aydındır. Mən 97-ci il idi. Bax 97-ci il idi. Çexiyaya getmişdim. İlk enerji kursunu orada almışam. Soruşurdum ki, Çexiya demək postsosialist ölkələri içərisində kapitalizmə ən belə aqressiv keçən ölkələrdən biri idi. Çünki mən Polşada olmuşdum, bütün Bolqarıstan, Rumıniya görürdüm ki, onlarda elə ətaləti qalıb belə. Ancaq burada artıq weekend turizmi, nə bilim, hər şey belə gedir. Çünki siz nə qədər maaş verirsiniz, necə demir? Dövlət tərəfindən deyir ki, bu tənzimlənmir, belə eləmir. Ancaq necə o? Deyir ki, əmək bazarı var.
əmək bazarında işçinin kvalifikasiyası var. Yəni ixtisası var. O rəhbər ki, o işçi ona lazımdır, ona o qədər pul verir ki, o ondan asılıdır və ona borcludur indiki qazancına görə. Əgər o onun demək maaşını azaltsa, ona mükafatını verməsə, onu qane edəcək səviyyədə, demək o insan nə edəcək? Özünün bilik və bacarıqlarını digər sahibkara satacaq. Çox təəssüf olsun ki, bizdə bu da yarı dövlət, yarı necə ki dedim, biz hələ dövlət iqtisadiyyatda dövlət modelindən bazar iqtisadiyyatına tam keçməmişik. Bizim elə bir nömrəli vergi ödəyicimiz kimdir? Azərbaycan Dövlət Neft Şirkətidir. Dövlət Neft Şirkəti nə tam dövlətdir, nə də tam bazar iqtisadiyyatında işləyən bir şirkətdir. Yəni ona görə əgər bir kəs deyir ki, mənim bacarığım ancaq fəhlə işləməkdir. Ancaq bu fəhlə yerinə də bir yerə bəlkə 20 nəfər, belə deyək də, tələbat varsa, sən də ki sahibkarsan, sən ona əgər orada 700 manata, 800 manata işləmək istəyirlərsə, sən ona niyə 1500 verəsən? Demək, həmən adamın bilik və bacarıqları o daha yüksək olmalıdır ki, daha doğrusu bilik və bacarıqlı əmək məhsuldarlığı. O TikTokda 50 dənə süjet var. Pakistanda və Hindistanda necə suvaq vururlar. Bakıda indiyəcə bir dənə 14 mərtəbəli evi 5 ilə tikirlər. Çində niyə bir aya tikirlər? Məsələ bundadır. Ona görə ki, Çində 2-3 min dollar artıq fəhlə maaş alır da. Yəni, belə deyim də, ümumi oradan-buradan olsa da, mən elə gəlir fikrimi qismən çatdıra bilir. İzləyici yazır ki, mən Əli Əsədovun maaşının 17 min manat olduğu deyilən informasiya vardı. Orada yazmışlar nazirlərin əmək haqqı 15 mindir. Oradan oxuyub məlumatı. Bir də bir izləyici yazır ki... Yox, kim yazıb onu? Yox, Nazirlər Kabinetinin saytında var bu haqda. Baş nazirin müavini 17 min, baş nazir 17 min maaş. Baş nazir nə qədər almalıdır? 1500 manat. Mən onu deyim, hə? Əgər 17 min baş nazir alsa, ya da nazirlərin də əmək haqqı o qədər olar təxminən. 7 min, 8 min. Yox, 7-8 min çox puldur. Yox, çox deyil. Hər halda vətəndaş öz əmək haqqısına müqayisədə. Vətəndaş yenə deyir ki, vətəndaş özünlə nazir arasında olan o məsafəni görürmü? Məsələ bundadır ki, o seçiləndir. Bir izləyici yazdı. Başqa bir şey deyim. Makedoniyalı İskəndər və yaxud da Əmir Teymur 100 min qoşun gedirdi döyüşə. Atlı süvari, onun maaşı və onun sağ qalmaq imkanı tam başqa idi. Topçu başqa idi. İndi bu tərəfə. Ən aşağı, belə deyim, riskli ölən və nə kim idi? Piyada idi. Tarıq Qobirli bizdə yerin hamısı elə istəyir ki, gəlin bilirsiniz nə elə, biz 2000 alaq, 2500-də baş direktor alsın. Tamaşası bir sualım var İlhan bəy. Yazır ki, İlhan bəy doğru məlumat vermədi. 70-ci illərdə, ötən əsrin 70-ci illərində neft qaz sənayesində qazma ustası, usta köməkçisinin maaşı Neft Qaz Çıxarma İdarəsinin rəisinin maaşından belə yazır ki, 2 bəzən 5 dəfə çox idi. Qazma ustası Enqidunun rəisindən çox idi. Elə yazır. Yox, onu siz hansı nağıllardan oxuyursunuz? O Enqidunun rəisi, Neft Qaz Çıxartma İdarəsinin rəisi Qaz 24-də gəzirdi. Siyəzən Neft Qaz Çıxartma İdarəsi tutaq ki, Nivada və yaxud Vilisdə gəzirdi. O hansı qazma, belə deyim də, köməkçisi 500 manat, 600 manat alırdı. Əgər 500-600 alırdısa, o da 1500-2000 alırdı. İkinci bir tərəfdən, Sovet dövrəmində mənim
nənəm, dayım Sabunçuda yaşayıb. Bütün evlərin tikintisi həmən o quyulara getməli olan boruların hesabına idi. Hamı satırdı. Yox, elə demək faktlar demək gətirirlər. Elə demək şeylər ellər ki, insanlar Sovet dönəmini elə bir belə ideallaşdırıblar ki, deyir ki, 150 manatdan hamı yaşayırdı. Hə, ondan sonra da ki, hə, o 150 direktor da 200 manat alırdı. Ancaq o direktorun qolunda 500 manatlıq orient var idi. Evində 2 dənə demək 3000-lik Yapon 2 kasetli deməyi var idi və 5-6 minlik Sharp Sony televizoru var idi. Siz onları bilmirsinizsə, Sovet dövründə bax belə idi. Onda gedin sosializmdə, Venezueladakı kimi və yaxud İrandakı o da ictimai beləsi o formanı seçin. Bir izləyici yazır ki, İlham bəy, niyə Dinləyicilərlə danışmaq mənim üçün bütün bax bu 1 saatlıq müsahibədən daha maraqlıdır. Daha maraqlı. Niyə gəlir deklarasiyası haqqında qanun işləmir? Bəlkə bu vacib deyil. Bilmirəm. Gəlir Çünki deklarasiyası işləmir. bu çox normal bir şeydir. Normal şeyi də ondan ibarətdir ki, mən belə deyim də azad sahibkaram. Fərdi sahibkaram. Bir də görürsən ki, Rubin tutaq ki, ayın 20-sində hesabatdır, ayın 25-də mesaj gəldi ki, bəs İlham müəllim 13 manat borcunuz var, 18 manat borcunuz var. Nəsə demək orada, gedib onu da verirəm belə. Ancaq bir də biz nə oxuyuruq? Filan kəsin 1 milyon borcu var. Onu ölkədən çıxanda blok eləyiblər. Mən adicə o sualı verirəm ki, 10 manata görə bu qədər axtarış sistemi var, o saat onu təyin eləyir. Bəs o milyonlarla olan borcları olanlar niyə tutulmur? Mən də sizin kimi bilmirəm.